tut mikrofonu qurban. Səsin o qədər artıq insanlarda o şirinlik yaradıb ki və inansınlar ki doğrudan da sənsən. Kim o səsə qulaq asanda belə bir adam gözləyirdiniz? Tam mən də vallahi yaşlı bir insan gözləyirdim. Məsələn, yəni bığ mütləq olmalıydı. Yəni yaş olaraq biraz yorğun arğın adam gözləyirdim, amma deyəndə sənsən, dedim ha bir dənə təkrar elə qardaşımsan. Sağ ol ki, birinci dəvətimi qəbul edin, gəldin. Allah səndən razı olsun. Çünki çox kanallar dəvət ediblər, verdiklər ki, gəl qardaş, bu nədir? Bunu doğrudan mı demisən, zarafat eləmsən? Hadisə nətər oldu, necə oldu? Bir dənə onu danış. Hadisə belə oldu ki, Yavər mənim əmmə oldu. Deməli, yolda gedirdim. Günorta bir söhbət oldu aramızda. Dedim, mən hələ həciyəm. Şimdi belə də belə yüngül var. Sən yəni həcə gedməmiş, həcə həcəsən? Yox, əsl adım Həcə Ağadır. Hamısı həcə dediyinə görə. Saldılmış həcə deyilir, bəli. Sonra gecə radələrdir. Özü də çoxdan olub, bu 4-5 ay olar ki, bu hadisə başlar. Bu şimdi WhatsApp vasitəsilə sesi yolladım ona. Bunu yayan Yavərdir. Yox, Yavər demərəm, bilmirəm amma kim yayır. Özüm də doğrudan eşidəndə şok oldum. Ne bileyim, belə qəribə gəldi ki, bu hadisə, yəni bu ses yayılıb da. Amma xoş deyil sənə, yəni bu qədər tanınmağın. Yox, istəməzdim sözlə. Bu sifəti bilirsən, efirdən nə qədər adam çəkir. Çak. Ha, budur, həcə. Və o ən yadda qalan yeri var ya, o həcə qaşdı, həcə gözdü. Bir də o kardioqram açardı, içindən çıxır həcə. Onu bir dənə canlı buradadır, qoy hamı görsün ki, o sənsən. Ha, alqır. Salın mən Yavərəm, yatmışam. Bir də ən maraqlı yerlərindən də, onsuz da əzbər bilir bu dəqiqə. Yəni internetdən istifadə edən hamı sənin sözləri əzbər bilir. Hardan desən oradan, amma o tonda da o nastroyeniya ilə. Həcə qaşdı, həcə göz yava, biləmin atam. Siz də cavan salmış həcə lağlağı. Bir də o şey də kardioqramma dedim də, cəmaat gedir kardioqramma çıxardı, deyirlər, həcə. Cəmaat gedir kardioqramma çıxardı, çıxırsın, həcə. Həcə, yəni. Səni yorum ya, çox sağ ol ki, gəldin. Yavərə də məndən salam, əslində Yavər gələ bilmədi, Bakıda olmadı, mən də gəlmək istəyərdim. Siz də çox sağ ol ki, belə işə dəvət etdiyim. Sən çox maraqlı adamsan yəni və inanıram ki, bundan sonra sənin işlərin daha da çoxalacaq. Hamı deyəcək ki, indi bir dənə də başqa şeylərlə, məsəl üçün. Nəm ola bilər, məclislərə azada gələsən, hərdən dalından deyək, danışasan, məsəl üçün. Üzün yox, səsin həqiqətən çox maraqlıdır. Sağ ol, bütün Məştaqa kəndinə buradan. Məştaqa kəndinin timsalında bütün qardaşlar buradan salam verirəm. Azərbaycana salamlar. Çox sağ ol. Çox sağ ol əzim, sağ ol. Çox sağ ol.